29.07.2020-nin suallarının izahı. Birinci sualda deyir ki, tərəfi 9 olan kvadratın perimetrini tap. Kvadratın perimetri 4 adı. 4'ü vuracam 9'a, cavab 36. İkinci sualda deyir ki, Qadir əvvəlcə işin 60%-in yerinə yetirsə %40'ı qaldı, sonra da 30%-in yerinə yetiribsə %70'i qaldı. Sıfırlar ixtisar gedir, %48'i 28'i qalıb. Bizdən də qalan işi istəyir, cavab 28%. Üçüncü sualda 5'dən, kök altında 25'dən 5 çıxır. 4 üstə gəl 5 də kök 9, kök 9'dan da 3 çıxacaq, cavab 3A variantı. Dördüncü sual törəmədir, buraxılışa düşmür. Beşinci sual, bərabər yanlış bucağın perimetri 32'dir. Perimetri 32'dirsə, oturacağı bizdə 12'dir. 32'dən 12 çıxanda 20, yan tərəflər 10, 10 olacaq. 32'dən çıxdıq 12'ni 20, 2'yə böldük 10, 10. Hündürlüyü soruşur bizdən. Bilirik ki, bərabər yanlış bucaqda oturacağı çəkilmiş median tənbələn hündürlük üst-üstə düşür. Onda bu median olduğuna görə 6, 6'dır. Hündürlüyü də tapanda Pifaqor teoreminə görə onun kvadratından 6'nın kvadratından çıxacam. 100 çıx 36, 64, h da bərabərdir 8'ə. Bizdən də hündürlüyü istəyir, cavab 8 olacaq, Y variantı. Hündürlüyü 6, hündürlüyü 3, sahəsi 24 olan rombun perimetrini istəyir. Hündürlüyü 3'dür, sahəsi 24'dür. Rombun sahə düsturu AH-dır, bərabərdir 24'ə. H bizdə 3'dür. Olacaq A vurulsun 3 bərabərdir 24. 24'ü 3'ə böləndə A bərabərdir 8. Tərəf 8'dir. Bizdən perimetrini istəyir. Perimetr 4A'dır. Rombla kvadratın perimetrindir. 8 də 4'ü vuranda 32 eləyəcək. 7-ci sualda nə deyir? Cəbri şəkildə göstərmək lazımdır. 2 üstə gəl 3'i digər mötərizələri vurub açıram. 4'ü bir dəfə 2'yə vuracam 8, 4'ü müsbət 2'yə vuracam, üstə gəl 4'i, sonra mənfi 2'ni 2'yə vuracam, mənfi 4'i, mənfi 2'ni 2'yə vurdum, mənfi 4'i, 2'yə vuracam, mənfi 2 kvadratı. 4 iləri getdi, 2 ilə 8'in cəmi 10 elədi, 10 üstə gəl 3'i, i kvadratda mənfi 1'dir, mənfi vuranda müsbət 2, ondan da 2'ni toplayıram 12, üstə gəl 3i. Cavab olacaq D variantı. Gəldik 8-ci suala. Kökləri x1, x2-dirsə, əvvəl mənfi 7 yazmaq üçün 2'yə bölməliyəm. Çevrilmiş kvadrat tənliyə gətirməliyəm. 2'yə böldüm x kvadratı, 2'yə böldüm 5x, 2'yə böldüm 6,5. 7 yazmaq üçün köklər cəmi həmişə toplayanda ortadakı həddin əksinə, yəni müsbət 5'ə, mənfi 5'dirsə, x1 vur x2 də bərabərdir, müsbət 6,5'dir. Bizdən soruşur x1, x2'nin kubu, üstə gəl x2 vurulsun x1'in kubu. Ortaq vuruq. X1 vur x2'ni çıxardacam. Birincidə qalacaq x2'nin kvadratı, o birisində də qalacaq x1'in kvadratı. x1 vur x2'nin cavabını bilirik 6,5'dir, amma kvadratları bilmirik. x1'in kvadratı üstə gəl x2'nin kvadratını köməkçi müxtasarma düsturu ilə açacam. x1 üstə gəl x2'nin mötərizə başında kvadrat, çıx 2x1, x2. Gətirib qiymətini yerinə qoyanda 5'in kvadratı 25, çıxılsın 2 vurulsun 6,5. 25 çıxılsın 13, o da eləyir 12. Yəni kvadratlar cəmi 12'dir, 6,5'də 12'yə vururuq, cavab 78. Yəni bu ifadənin cavabı 78 elədi, cavab B variantı. Gəldik 9-cu suala. Burada cəmi 7 eləyən 1, 3 ilə 4 var, bir də 2 ilə 5. Yəni 2 hal var. Məxrəcdə də deməli kombinezon 2 seçim götürürüksə, ona görə 5'dən 2 olacaq və yuxarıda da 2. 5'dən 2'nin cavabı kombinezon 5 faktorial bölünsün 2 faktorial vurulsun 5 çıxılsın 2 faktorial. 5'dən 2 çıxan da 3 eləyir. 5 faktorial bölünsün 2 faktorial vur 3 faktorial. 3'dən 5 getdi 4 vur 5. 4 dəfə 5'in 20. 20'ni də 2'yə böləndə 10. Məxrəc 10 eləyir. Sürət də 2'dir. Cavab 0,2. 10-cu sualda nə deyir? 15 kiçikdir x üstə gəl 11 bərabərstliyinin ən kiçik natural həllinin üzərinə 20 əlavə elə. 11'i keçirirəm bu tərəfə, 4 kiçikdir x-dan, x yəni böyükdür 4'dən, 4'dən böyük 5, 6, 7, 8 və s. Ən kiçik 5'dir. 5'in üzərinə də deyir 20 gəl, cavab 25 eləyəcək. 11-ci sual.
11-ci sualda nə deyir? Deməli, sistem tənliyin sonsuz sayda həll olmasının qaydasını bilirik ki, A1 bölü A2 bərabərdir B1 bölü B2 bərabərdir C1 bölü C2 olmalıdır. Gətirib tətbiq eləsək 6 bölünsün M çıxılsın 8 bərabərdir M bölünsün 8. Uşaqlar A budur, A1 budur, A2 budur, B1 budur, B2 budur, C1 budur, C2 budur. Deməli, bərabərdir M çıxılsın 3 bölünsün 14. Buranı çarpaz vursaq, 14M bərabərdir 8M çıxılsın 24. 14M-dən 8M çıxanda 6M bərabərdir -24. M də bərabərdir -4. M-i -4 tapdıq. M-i -4 tapandan sonra digər hissəni də həll etmək olar. Deməli, buranı da həll edəndə M kvadratı çıxılsın 8M bərabərdir 48. 48-i digər tərəfə keçirəndə M kvadratı çıx 8M çıx 48 bərabərdir 0. Hansı ədədlərdir toplayanda eləyəcək cavab 8. Buranda da M1 vur M2 bərabərdir -48. Cavab 12 ilə -4-dür. Yəni, ortaq cavab -4 götürüləcək. Cavab -4-dür. Gəldik silsiləyə. Deməli, bizdə A39 verib, bir də A21 verib. A39-u A21-ə görə açıram. A21 üstəgəl 18-dir. Gətirib qiymətlərin yerinə qoyuram. Deməli, 36,6 bərabərdir 33 üstəgəl 18. 18D bərabərdir 36-dan 33-ün çıxanda 6, 3,6 böləndə də cavab eləyəcək 0,2. A1-i də tapmaq lazımdır. 21-i açıram. A21 bərabərdir. A1 üstəgəl 20-dir. Gətirib qiymətini yerinə qoyuram. Deməli, 33 bərabərdir. A1-i bilmirəm mən. A1 üstəgəl D-ni bilirəm. 20 vurulsun 0,2. 20-ni 0,2-yə vuranda 4 eləyir. 33-dən də 4-ün çıxanda A1-i tapıram 29. Bizdən ilk 5 həddin cəmini istəyir. S5-in düsturu belədir. 2A1 üstəgəl 4D bölünsün 2 vurulsun 5. Gətirib qiymətlərin yerinə yazırıq. 2 vurulsun 29 üstəgəl 4 vurulsun 0,2 böl 2 vur 5. O da bərabərdir 58 üstəgəl 0,8 böl 2 vur 5. O da bərabərdir 58,8 böl 2 vur 5. O da bərabərdir 29,4 vur 5. O da bərabərdir 147. Cavab olacaq 147 Y variantı. Gəldik trigonometriyə. 13-cü sual trigonometrik tənlikdir. Deməli, kosinus x çıxılsın kosinus kvadratı x bərabərdir sinus kvadratı x çıxılsın 0,5-dir. Kosinus kvadratı x-i keçirəm digər tərəfə. Kosinus x bərabərdir sinus kvadratı x üstəgəl kosinus kvadratı x bir də çıxılsın 0,5. Təbii ki, sinus kvadratı x-dən kosinus kvadratı x-in cəmi 1-dir. Kosinus x bərabərdir 1 çıx 0,5. Kosinus x də bərabərdir 0,5. 0,5 2-də 1-dir. Kosinus 2-də 1-i harda alır? 60 dərəcədə. Yazdırış qaydası pi bölü 3 üstəgəl 2 pi k-dır. Yəni, qayda belədir ki, kosinus x bərabərdir A tənliyində x bərabərdir müsbət mənfi əgər A müsbətdirsə. Arc kosinus A üstəgəl 2 pi k-dır. Arc kosinus da yəni tərs funksiyadır. Yəni, kosinus 2-də 1-i hansı qiymətdə alırsa onu yazırıq. O da olacaq A variantı. Gəldik 14-cü suala. 14-cü sualda deyir ki, uzunluğu 13 sm olan parça iki paralel düz xətt arasında yerləşir və düz xətt müstəvilər arasında məsafə bizə verib 12 sm proyeksiyanı soruşur. Pifaqor teoremi var burada. 13-ün kvadratından 12-nin kvadratını çıxırıq. 13-ün kvadratı 169, 12-nin kvadratı 144, çıxanda 25, 25-də 5-in kvadratı. Cavab 5 olacaq. 15-ci sualda əvvəl M-dən N-i çıxaq. Ortaqlar deməli 5 getdi, 23 getdi, 47 getdi, 29 getdi. Deməli M çıx N olacaq 1, 3, 7, 8. İndi bununla da K-nın kəsişməsini götürməliyəm. Kəsişməsində də 1, 3, 7 var. 3 dənəsi ortaqdır. Ona görə cavab 3 olacaq. Baxın 1, 3, 7. Burada da var 1, 3, 7, 8 yoxdur. 16-cı sualda iki nöqtə arasındakı məsafədir. Birincinin çevrəsinin mərkəzləri olacaq -3 ilə -2. Əksini götürürük. İkincidə də 9 ilə 3 olacaq. İki nöqtə arasındakı məsafə düsturu x2 çıx x1 üstü kvadrat, bir də y2 çıx y1 üstü kvadrat.
Gətirib düsturda yerinə qoysaq, olacaq kök altında 9 çıx -3 üstə gəl 9 üstə gəl 3 başında kvadrat, 3 çıx -2, yəni 3 üstə gəl 2 üstü kvadrat. Bu da eləyir 144 üstə gəl 25, 169, 169-dan da 13 çıxır. Yox, əgər sənə çevrələr arasında qalan qısa məsafəni istəsə, məsələn, mərkəzlər arasındakı məsafəni 13 tapırsan, birinin radiusu r kvadrat olmalıdır 5-dir, birinin radiusu da nəyin kvadratı 1-dir, 1-in. Mərkəzlər arasındakı məsafə bu hissədir. Bunu tapmaq üçün 13-dən 5-lə 1-in cəmi, yəni 6-nı çıxırsan 7 eləyir. Gəldik loqaritma. Loqaritma tənliyində deməli bunun ayağı 10-dur. 10 üstündə 1-i tapırsınız. Olur 9 üstə gəl LC, bir dənə də LC x üstə gəl 8 bərabərdir 10. 10-dan 9-unu çıxırıq. Onda LC, bir də LC x üstə gəl 8 bərabərdir 1. Yenə 10-dur bu. 10 üstündə 1-i tapırıq 10 eləyir. Bura yazıram. LC x üstə gəl 8 bərabərdir 10. 10-dan 8 çıxırıq. LC x bərabərdir 2. Yenə 10 üstü 2-ni tapırıq. X də bərabərdir 100 olur. Gəldik 18-ci suala. 18-ci sualda kosinus 60-dan sinus 30-un cavabı 2-də 1-də ortaq vuruq çıxardıram. 2-də 1 vurulsun, qalır kosinus 67, kosinus 23. Kosinus 67 vurulsun, kosinus 23. Bir də çıxılsın sinus 67 vurulsun sinus 23. Təbii ki, bu bizdə düsturdur. Kosinusun toplama düsturdur. Alfa üstə gəl beta olacaq. Kosinus alfa üstə gəl beta olacaq. Yəni kosinus 67 üstə gəl 23 olacaq. Bu da 90 dərəcə eləyir. Kosinus 90 da olacaq 0. 0 da 2-də 1 vuranda 0 eləyəcək cavab. 19-cu sualda deməli verib bizə kosinus verib bizə çoxhədli 27y kubu üstə gəl b. Bunun açılışını da verib bizə 3y üstə gəl 2. Sonra cy kvadratı üstə gəl ny üstə gəl k. Təbii ki, bu kubların açılmasıdır. 27y kubu üstə gəl 2-nin kubu 8 eləyir. Deməli b 8-dir. Oldu 3y üstə gəl 2. 3y-in kvadratı 9y kvadratı çıx 6y üstə gəl 4. Deməli c 9-dur, n -6-dır, k da 4-dür. Deməli b 8 idi, c 9-dur, n -6-dır, k da 4-dür. Bunların da cəmini istəyir 17 çıx 2, cavab 15 olacaq. Gəldik 20-ci suala. 20-ci sualda bu 5-lər ixtisar gedə bilər. Onda olacaq loqaritma 2 əsasdan 48, çıxılsın loqaritma 2 əsasdan 3. Çıxmanı da bilirik ki, bölmədir. Loqaritma 2 əsasdan 48 3-ə bölündə 16, 2 üstündən 2 16 eləyir, 4 eləyəcək cavab. Burada əgər bu 90 dərəcədirsə, bu qövs də 90 dərəcədir. Onda arxa qövs 270 dərəcədir. Yəni A-dan düz C-yə qədər major qövs. 270-in yarısı bura 135 dərəcə olacaq. Çünki daxilə çəkilmiş bucaq söykənli qövsün yarısına bərabərdir. 70 üstə gəl 135 üstə gəl 90. Bu üçün toplayıb 360-dan çıxırıq. Çünki 4 bucaqlıdır. Bu üçün cəmi 295 dərəcə eləyir. 360-dan da 295 dərəcəsini çıxanda cavab eləyəcək 65 dərəcə. Bizdən də x istəyir, cavab olacaq 65 dərəcə. 22-ci sual prizmanın yan səthinin sahəsi. Deməli, S yan səthi bərabərdir. Olacaq P oturacaq vurulsun H. Oturacaq elə açılışda da görünür. Həm yan səthlərinin bir-bir üzlərinin sahələrini tapıb da toplaya bilərəm. Ya da oturacağın perimetrini tapıb hündürlüyə vura bilərəm. Oturacağın perimetri həmin bu verilən ədədlərdir. Deməli, 4, 3, 1, 5, 3, 3-dür yəqin. Burada 7-dir. Yəni, bunları toplayıram. Yəni, 4, üstə gəl 3, üstə gəl 1, üstə gəl 5, üstə gəl 3, üstə gəl 3. Alınan cavabı hündürlük, yəni 7-yə vururam. Bunları toplayanda 17, 8, 13, 13-ün üstünə 3, 16, 16-nın üstünə 3, 19. 19-da vururam 7-yə, 3, 133. Cavab 133 olacaq. Ola bilər nəsə rəqəm səhv olsun. Məndə burada 3 görünür. Bəlkə sizdə başqa ədəddir. Yenə də eyni qayda ilə həll edirsiniz. 23-də n-i verib 2m. N-in yerinə 2m yazıram. Burada da n-in yerinə 2m yazıram. Onda olur 3 vurulsun. Əkov. Deməli, 3 üstündə n. 25-in kvadratı 25 olur. 25 üstündə m. Bir dəqiqə n-in yerinə 2 yazıram. N-in yerinə 2m yazıram. Onda 3-ün kvadratı olacaq burada. Deməli, 3 vurulsun əkov. 3-ün kvadratı 9-dur. 9 üstündə m.
vur. Bir də 5 üstündə m-dir. Çıxılsın 2 vurulsun. Deməli, n-in yerinə 2m yazıram. 5-in kvadratı 25 edir. Bu 3 üstündə m, bir də 25 üstündə m. Bərabərdə 133. Təbii ki, 9-dan 5 qarşılıqlı sadədir və kökləri onların hansıdır? 45 üstündə m olacaq. 2 vurulsun, bunlar da yenə 1 olacaq, qarşılıqlı sadədir. Bərabərdə 133. 133 ilə 2-ni toplayıram. 3 vurulsun 45 üstündə m bərabərdir 135-ə. 135-i 3-ə bölürəm. 45 üstündə m bərabərdir 45-ə. M də bərabərdir 1-ə. M 1-dir. M də bundan 2 dəfə çoxdur, 2-dir. Bunların da cəmini istəyir. Cavab 3 olacaq. Bu da sadə sualdır. 8 Murad 8 günə 8 saata 32 çərpələng hazırlayırsa 8 saata 1 saata 4 çərpələng hazırlayar. Nihat da 5 saata 40 çərpələng hazırlayırsa 1 saata 8-ini hazırlayar. İkisi bir yerdə 12 çərpələngi bir günə hazırlayırlarsa, bəs 120 çərpələngi neçə günə hazırlayırlar? X də bərabərdir 10 gün olacaq. Burada da 2 dənə silindir bir-birlərinə həcmləri bərabərdir. V bərabərdir həcm düsturu pi r kvadratı vur h-dır. V1 onda olacaq pi vurulsun r bizdə verib 16-da 16-ın kvadratı vur h da bizdə 8-dir. V2 də yenə pi r kvadratı vur h-dır. Bunun h-ını soruşur bizdən. Pi vurulsun r bizdə 12-də 12-nin kvadratı vur h və bunlar bir-birlərinə bərabərdir. P'lər getdi. Deməli, pi vurulsun 16-nın kvadratı vur 8 bərabərdir. Pi vurulsun 12-nin kvadratı vur h. P'lər getdi. H-ı buradan tapanda h da bərabərdir. 16 vurulsun 16 vurulsun 8 bölünsün 12 vurulsun 12. 4'e böldüm 3, 4'e böldüm 2, 4'e böldüm 3, 4'e böldüm 4. Cevap oldu 16 vur 4 vur 2 bölünsün 9. Yani 128 bölünsün 9. Nasıl?